Faiz, borc verilen bir pulu veya malı müəyyən bir müddətin sonunda artığı ilə geri almaktır. Borclunun ödemek mecburiyetinde kaldığı hak edilmemiş artıqlıqdır. Alın teri tökmeden, emek sərf etmeden kazanç elde etmektir. Dara düşmüş, çetinlikte kalan insanların bu vəziyyətini fürsete çevirmektir. İslam faizin her növünü qəti şekilde haram buyurmuştur. Faizli əməliyyatları en büyük günahlardan hesap etmiştir. Faiz yalnız malın değil, aynı zamanda ömrün de bereketini azaldar. Faiz ucubatından baş veren neçə iflaslar, intiharlar, dağılan aileler ve məhv olan həyatlar vardır. Faizin geniş yayıldığı cəmiyyətlərdə aşağı gəlirlilər ve yoxsullar əzilir. Zənginlə kasıb arasındaki uçurum getdikcə dərinləşir. İndi sayacağım mənəvi dəyərlər isə təhlükə altına düşür. Məsələn, yardımlaşma və mərhəmət, Allah rızası üçün borc vermə, sevgi, ehsan və infaq kimi fəzilətli davranışlar ortadan qalxar. Bir digəri dini və əxlaqi aşınmadır. Dini və əxlaqi dəyərlər zədələnir, halal haram həssaslığı ortadan qalxır. Bir digəri isə sosial gərginlikdir. Nəticədə halal olup olmadığına baxmadan qazanc əldə etməyə çalışmaq cəmiyyətdə böyük huzursuzluğa səbəb olur.